Usta yanı gelsən, deyirsən ki, yağ azalma var. Deyir, davay, gəl motoru çəkək. Kolçanı dəyişək, Porsche-ni dəyişək, filan şey eləyək, nə eləyək, motoru yığaq. Ki, bir gözləyin də. Turbo motorların yağ yeməsi, yağın azalması bir neçə səbəbdən olur. Xüsusilə də 1.4, 1.5, 2 motor kimi kiçik həcmli turbo mühərriklərdə bu hal daha çox rast gəlinir. Turbo çox yüksək sürətdə fırlanır. Bunu yadınızda saxlayın, 200.000 RPM-ə qədər. Misal üçün Malibu, Cruze, Egonux, bunların Time ustaların yanında da mənim maşınımın motoru yağ yeyir. Ustalar da deyir ki, gəl motoru yığaq. Turbonun içindəki keçələr zəifləyə bilir, yağ təzyiqi balanssız ola da bilir. Yəni bu zaman yağ yemə olur, normal bir şeydir. Çünki turbo daim yağla soyudulur. Yağ yanma kamerasına və ya egzoza keçə bilir. Nəticədə yağ azalır. Turbo bir sözlə yüksək temperatur deməkdir. Turbo motor adi atmosfer mühərrikindən daha çox istidə işləyir. İstilik çox olanda yağ daha tez buxarlanır. Nazik yağ olunubsa, yəni istifadə olunubsa, bu zaman daha çox azalma ola bilər. Yəni ki, söhbət gedir 0.20-dən. 5.30-larda az azalır, amma ki 0.20-də daha çox azala bilir. Piston halqaları segmentlərindən danışacaqsa əgər, kiçik həcm, yüksək təzyiq, daha çox sıxılma, zaman keçdikcə segmentlər boşalır və yağ yanma kamerasına keçir. Bu problemlər çox sürətli sürülən maşınlarda daha çox olur. Və PSV sistemi problemi, karter qazı sistemi PSV nasız olanda yağ buxarı birbaşa kollektor vasitəsilə yanır. Zavodun norması belədir ki, bəzi turbo motorlarda 1000 kilometrə, diqqət edin klasına, 1000 kilometrə 200-500 qram yağ azalması normal sayılır. İstehsalçı bunu normal kimi qiymətləndirir, istehsalçının özü. Bəs nə vaxt təhlükəlidir? 1000 kilometrə 1 litr və ya daha çox yeyirsə, egzozdan göy tüstü çıxırsa və şamlar yağlıdırsa, bu artıq problem deməkdir. Bəs nə etmək lazımdır? Zavodun dediyi sizə yağlardan istifadə etmək lazımdır. 5.30 ise 5.30, 0.20 ise 0.20, 10.30 ise 10.40 ise ondan və 7-8 min kilometrdən gec dəyişmək olmaz. İndi deyirlər ki, 10 min, 20 min, 30 mindən sür bu yağdan şey lazım deyil. 7-8 mindən yuxarı dəyişməyin. 7-8 min oldu, gedin dəyişin. Maksimum 7-8 min. Sürəti sayılandan sonra da maşını dərhal söndürməyin. Əgər bərk sürürsünüzsə, tez söndürmək olmaz maşını. Bir-iki də gözləyin. Vaxtınız olanda da turbo borularını yoxlatdırın. Yəni sizin maşınınızın motorunun yağ yeməsi turbo ilə bağlı bir şeydir. Bu da qorxulu bir şey deyildir. Yəni bir şey ki, əgər bunu istehsalçı tərəf deyirsə 1000 kilometrə 200-500 qram yağ azalması normaldır. Usta niyə axı bunu sökür, yığır? Niyə? Dinlədiyiniz üçün də təşəkkürümü bildirirəm sizlərə. Xoş rəylərə görə, xoş sözlərə görə də hamınıza çox sağ olun deyirəm. Allah hamının işini avan edesin.